Herkese salam. Bu videoda həqiqi ədədlər mövzusunun izahına baxırıq. Həqiqi ədədlər, natural ədədlər, tam ədədlər, rasional, irrasional ədədlərin hamısının toplusudur. Natural ədədlər bilirik ki, sayma nəticəsində alınan ədədlərdir. Birdən müsbət sonsuzluğa qədər davam edir. Tam ədədlər, natural ədədlər, naturalın əksi olan ədədlər və sıfır birlikdə tam ədədlər adlanır. Rasional ədədlər A bölünsün B şəklində A ilə B tam ədədlər ola bilər, amma B sıfırdan fərqli olmalıdır. Bu şəkildə göstərilə bilən ədədlərə mənfi, müsbət, tam, kəsir, dövrü kəsir, sıfır hamısı rasional ədədlərdir. Rasional ədədlərin cəmi, fərqi, hasili rasional ədəddir. Lakin nisbət rasional ədəd olmaya da bilər. Çünki sıfıra bölmə mənasız olduğu üçün nisbət haqqında hökm vermək doğru deyil. İrrasional ədədlər. Elə ədədlər var ki, onları dövrü onluq kəsir şəklində göstərmək mümkün deyil. Dövrü olmayan sonsuz onluq kəsirlər rasional olmayan ədədləri ifadə edir ki, bu ədədlərə irrasional ədədlər deyilir. Məsələn, kökdə 2, pi, y, loqaritm 5, kosinus 15 dərəcə, kök altında 7 və s. şəklindəki ədədlər irrasional ədədlərə aiddir. İrrasional ədədlər n bölünsün n şəklində. Burada surət tam ədəd, məxrəc natural ədəd olmalıdır. Bu şəkildə göstərmək mümkündür. Kök altında n ifadəsində n ədədi, yəni kök altı ifadə hər hansı natural ədədin kvadratı deyilsə, o zaman deyirik ki, kökdə n irrasional ədəddir. İrrasional ədədlərin cəmi, fərqi, hasili və nisbəti həm rasional, həm də irrasional ədəd ola bilər. Sıfırdan fərqli rasional ədədlə irrasional ədədin cəmi, fərqi, hasili və nisbəti irrasional ədəddir. Belə bir nümunəyə baxaq. Tutaq ki, bizə verib alfa və beta irrasionaldır. İrrasionaldır. Birinci qayda, əgər alfa üstəgəl beta cəmi rasional ədəd olarsa, bu zaman deyirik ki, alfa çıxılsın beta fərqi irrasionaldır. İkinci şərt, əgər alfa çıxılsın beta fərqi rasional ədəd olarsa, bu zaman alfa üstəgəl beta cəmi irrasional olur. Misal, tutaq ki, alfanı verib 4 çıxılsın kök altında 3 ədədi. Betanı da verib 3 üstəgəl, tutaq ki, kökdə 3. Cəminə baxıram. Cəm alfa üstəgəl beta bərabərdir. 4 çıxılsın kökdə 3 üstəgəl 3 üstəgəl kökdə 3'dür. Kökdə 3'ün biri mənfi, biri müsbət olduğuna görə cavab olur 7. 7 nə cür ədəddir? Rasional. Fərqinə baxıram indi. Alfa çıx beta bərabərdir. 4 çıxılsın kökdə 3, çıxılsın 3, çıxılsın kökdə 3. Yəni bu normalda belə idi. Qarşıda mənfi olduğuna görə işarə əksinə dəyişdi. Bu zaman nə alınır? 4-dən 3 çıxıram. 1, kökdə 3'lər də hər ikisi mənfidir. Toplanıb qarşıya mənfi yazılır. 1 çıxılsın ki, kökdə 3 nə oldu? İrrasional oldu. Amma birincidə rasional olmuşdu. Danışaq müsbət və mənfi ədədlərdən. Müsbət ədədlər qarşısında heç bir işarə olmayan və yaxud da bəzən müsbət üstəgəl işarəsi olan ədədlərdir. Müsbət 1, 2,3, məsələn 2,3, 0,5, 2 dövrdə 7, nə bilim 3də 1, kökdə 3, kökdə 7 və s. şəklində göstərilə bilər. Mənfi ədədlər isə qarşısında çıxma, mənfi işarəsi olan ədədlərdir. Məsələn, mənfi 1, mənfi 2,3, mənfi 0,5, mənfi 2 dövrdə 7, mənfi 3də 1, mənfi kökdə 3, mənfi kökdə 7 və s. şəklində ifadə oluna bilərlər. Mənfi ədədlər hər zaman
sıfırdan kiçik olurlar. Müsbət ədədlər isə hər zaman sıfırdan böyük olurlar. Yəni mənfi ədədlər müsbət ədədlərdən hər zaman kiçikdir. Tutaq ki, mənfi 100 hər zaman kiçikdir sıfırdan və yaxud da kiçikdir 1-dən. 1 isə böyükdür sıfırdan və böyükdür mənfi 100-dən. Müsbət və mənfi ədədlər üzərində əməllər. Bir indi baxaq qeydlərinə. Tutaq ki, 2 müsbət ədəd toplanılır. Müsbət ədədlə müsbət ədəd topladığımız zaman cavab bizə hər zaman müsbət qiymət verir. Məsələn, 15 + 18 cavab olur 32. Və yaxud müsbət ədədlə toplayırıq, müsbət ədəddən müsbət ədəd çıxırıq. Cavab bizə verir hər zaman müsbət. Məsələn, 36 çıxılsın 14. Olur cavabımız 22. Və yaxud da müsbət ədəddən çıxırıq müsbət ədədi, cavab bizə verə bilər mənfi. Hansı hallarda? Məsələn, 5 çıxılsın 12 bərabər olur mənfi 7. Kiçikdən böyük ədədə çıxdığımız zaman. Müsbət ədədlərin hasili hər zaman müsbətdir. Məsələn, 2 vur 3 bərabərdir müsbət 6. Müsbət ədədlə mənfi ədədin hasili hər zaman mənfidir. Mənfi 2 vur 4 bərabərdir mənfi 8. Müsbət ədədlərin nisbəti hər zaman müsbətdir. Məsələn, 12 böl 4 bərabərdir 3. Müsbət ədədi mənfiyə böldükdə və yaxud da mənfini müsbətə böldükdə cavab hər zaman mənfi olur. Mənfi 4 bölünsün 2 bərabərdir mənfi 2. Və yaxud da mənfini müsbətə bölürəm. Yenə cavabda alacağıq mənfi. Məsələn, eynisi oldu. Burada səhv yazmışdım. Məsələn, 4 böl mənfi 2 bərabər olur mənfi 2. Burada bölürəm. Mənfi 9-u 3-ə. Cavab olur mənfi 3. Daha sonra mənfi ədədlərin cəmi. Mənfi ədədləri toplayanda cavab hər zaman mənfi olur. Məsələn, mənfi 7 üstəgəl mənfi 5 toplayıb qabağa mənfi yazırıq. Olur cavab mənfi 12. Mənfi ədədlərin fərqi isə bizə müsbət də verə bilər, mənfi də verə bilər. Tutaq ki, mənfidir. Bu zaman biz baxırıq böyüyün işarəsinə. Tutaq ki, mənfi 12 çıxılsın mənfi 3. Daha doğrusu burada böyüyün işarəsinə deyil də belə baxıram. Mənfi 12 üstəgəl 3 şəklinə düşür bu. Bu da bizə verir mənfi 9. Daha sonra mənfi ədədlərin yenə bir fərqinə baxaq. Müsbət olan hala baxaq. Tutaq ki, verib mənfi 2 çıxılsın mənfi 9. Bu zaman olur mənfi 2 üstəgəl 9. Cavab olur müsbət 7. Mənfi ədədlərin hasilinə baxmadıq. Mənfi ədədlərin hasili hər zaman bizə verir müsbət. Tutaq ki, mənfi 2 vurulsun mənfi 4 bərabər olur müsbət 8. Mənfi ədədlərin nisbəti hər zaman bizə verir müsbət. Məsələn, mənfi 12 bölünsün mənfi 3 bizə verir müsbət 4 şəklində. Müsbət ədədlə mənfi ədədin cəmi. Bu zamanda yenə baxırıq böyüyün işarəsinə. Tutaq ki, müsbət alınıb. Nə zaman? 18 üstəgəl mənfi 3. Tutaq ki, böyüyün işarəsini yazacağım qarşıya. Böyükdən kiçik çıxıb böyüyün işarəsini olur müsbət 5. Və yaxud da mənfi alına bilər. Məsələn, mənfi 18 üstəgəl 3. Bu zaman olur mənfi 15. Müsbətlə mənfinin cəmi mənfi verər. Hansı halda? Tutaq ki, 7 üstəgəlsin mənfi 20 bərabər olur mənfi 13-ə. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazdıq. Bu şəkildə müsbət və mənfi ədədlər üzərində əməlləri qeyd edə bilərik. Baxaq ədəd oxu üzərində məsafəyə. Məsafə ölçü bildirir və yalnız müsbət ədədlərlə ifadə oluna bilər. Tutaq ki, bizə ədəd oxu verilib. Ədəd oxu üzərində
qeyd olunub -4 və 5 nöqtələri. Bu ədədlər arasındakı məsafəni istəyir. Məsafəni taparkən, yəni məsafə buradakıdır. Bu məsafəni taparkən. Birinci baxıram başlanğıc nöqtəyə. Başlanğıc nöqtə 0-dır. 0-dan -4-ə nə qədər vahid məsafə var? 4 vahid. 0-dan 5-ə neçə vahid məsafə var? 5 vahid. Demək, toplam 4 üstəgəl 5, -4 ilə 5 arasında 9 vahid məsafə var. Və biz 9-u müsbətlə götürürük. Ədəd oxu üzərində 2 nöqtə arasındakı məsafə. Tutaq ki, A və B nöqtələri arasındakı məsafəni istəyir bizdən. A və B nöqtələri arasındakı məsafəni taparkən hər zaman sağdakı ədəddən çıxmalıyıq soldakı ədədi. Yəni B minus A şəklində yazırıq. Daha sonra ədəd oxunda bir nöqtədən, tutaq ki, A nöqtəsidir. B vahid məsafədə yerləşən ədədlərin tapılması. B vahid məsafə deyirsə, mən B vahid sağa baxıram. Bu zaman A üstəgəl B-ni hesablayıram. B vahid məsafə deyəndə bir dəfə də soldakılara baxıram. Bu da olur A çıxılsın B vahid şəklində qeyd olunur. Məsələn, tutaq ki, 3 ədədidir. 3 ədədindən 5 vahid məsafədə olan ədədləri tapıram. Bu zaman olacaq 3 üstəgəl 5, 8 nöqtəsi və yaxud da mənfi hissəyə baxıram. 3 çıxılsın 5 olur -2. Burada da olacaq -2 nöqtəsi. Belə. Və yaxud ədəd oxunda A ədədindən B vahiddən böyük və yaxud da kiçik, uzaq və yaxın məsafədə yerləşən ədədlərin tapılmasına baxaq. A ədədidir. Baxıram A-dan B vahiddən böyük məsafədə yerləşənə. B vahiddən böyük deyəndə olur buradakı ədədimiz A üstəgəl B. B vahiddən kiçik olanda bu hissəyə baxıram. Ədəd olur burada A minus B. Burada ədəd olur böyük. İsə də olur kiçik. Məsələn, misal nümunəsinə baxsaq, tutaq ki, 7 ədədidir. Bundan 15 vahiddən kiçik məsafədə yerləşən ədədləri istəyir. Bir dəfə yazacağım. 7 üstəgəl 15 bərabər 22 nöqtəmiz. Bir dəfə də olacaq 7 çıx 15 bərabərdir -8 nöqtəsi. Yəni 7-dən 15 vahiddən kiçik məsafədə yerləşən 7 çıx 15, 7 üstəgəl 15 aralığında yerləşir. Ən böyük ədəd 22, daha doğrusu ən böyük tam ədəd 21 olur. Ən kiçik tam ədəd -7 olur. 22 ilə -18-i götürmürəm. Aralıq dediyinə görə parça desəydi götürərdik. İndi verilmiş aralıqda və ya parçadakı tam ədədlərin sayının tapılması. Bunları taparkən nə edirik? Birinci, tutaq ki, bizə aralıq şəklində verilib A, B şəklində. A ilə B arasındakı ədədlərin, tam ədədlərin sayının tapılması. N bərabərdir B minus A minus 1 düsturu ilə hesablayırıq. Tutaq ki, 2, -2 və 10 aralığındakı və yaxud intervalındakı tam ədədlərin sayını tapın deyir. Yazıram N bərabərdir 10 çıxılsın -2 çıxılsın 1. 10 çıx -2 bizə verir 12, çıxanda 1 qalır 11. Hansı ədədlərdir bunlar? -1, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 ədədləri. Sayılan ikisi nə oldu? 11 dənə. Deməli, düstur doğrudur. İkinci, ədədlərdən biri həmin aralığa daxildir. Bu zaman N bərabərdir B minus A düsturu ilə hesablayırıq. Məsələn, -2 10 parçasındır, aralığıdır. -2 bu aralığa daxildir. Yazıram N bərabərdir 10 çıx -2 bərabər olur 12 dənə ədəd. Hansılardır? -2, -1, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 ədədləri. 12 dənə ədəd olmuş oldu. Üçüncü, parçadır. A və B parçasındakı tam ədədlərin sayının tapılması. Həm A, həm də B bu aralığa daxildir. Yazırıq B çıx A üstəgəl 1. Yəni, tutaq ki, -2 10 parçasında olan tam ədədlərin sayını taparkən
n bərabərdir. 10 çıx mənfi 2 üstəgəl 1 yazıram. Olur 13. Hansı ədədlər olacaq? Mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 ədədinin özü. Saysaq 13 dənə ədəd həmin aralıqda yerləşir. Davam edək ədədin modulu, yəni mütləq qiyməti. Modul dedikdə ölçü, məsafə, mütləq qiymət nəzərdə tutulur. Onun üçün də modulun qiyməti mənfi ədədə bərabər ola bilməz. Müsbət və ya sıfıra bərabər olur. Modulun tərifi hesablama başlanğıcından, yəni sıfırdan A ədədinə qədər olan məsafəyə A ədədinin modulu və ya mütləq qiyməti deyilir və modulda A şəklində işarə olunur. Modulun xassələrinə baxaq. Birinci, verilə bilər ki, A böyük bərabərdir 0. Əgər A sıfırdan böyük bərabərdirsə, yəni A-nın qiyməti müsbət və ya sıfırdır. Bu zaman deyirik ki, modul A elə bərabərdir ədədin özünə. Yəni modul daxilindəki ifadənin qiyməti mənfi deyilsə, cavab elə ifadənin özünə bərabər olur. Məsələn, modulda 5 elə bərabərdir 5-ə. Tutaq ki, modulda 0,2 bərabərdir ilə 0,2. Modulda x bərabərdir ilə x-a. Modulda 0 bərabərdir 0-a. Tutaq ki, şərt verib A böyükdür B şərti. Bu zaman deyirəm ki, modulda A çıxılsın B elə bərabərdir A çıxılsın B-yə. Və yaxud modulda kökdə 5 çıxılsın 2 bərabərdir ilə kökdə 5 çıxılsın 2-yə. Aydın şəkildə görə bilərik, kökdə 5 və 2 verib. 2 nə deməkdir? Kökdə 4. Kökdə 5-dən kökdə 4 çıxsa müsbət alınır, yəni modulun qiyməti müsbətdir. Ona görə də olduğu kimi çıxartdıq moduldan kənara ədədlərimizi. İkinci qayda. İkinci şərt. A kiçik bərabərdir 0. A mənfi və ya 0-dır. A mənfi və ya 0 olarsa, bu zaman deyirik ki, modul A bərabərdir mənfi A. Burada mənfi A mənfi qiymət deyil. İfadənin əksi deməkdir. Yəni biz loru dildə deyək, moduldan mənfi çıxartmadıq, şərtdə bizə verilən mənfini ifadənin qarşısına əlavə etdik. Yəni modulda ifadənin qiyməti mənfidirsə, bərabər olur ifadənin əksi. Məsələn, tutaq ki, bizə verib modulda mənfi 5 bərabər yazırıq mənfi 5 şəklində. O da olur müsbət 5. Və yaxud şərt verib x sıfırdan kiçikdir. Bu zaman deyirik ki, modul x bərabərdir mənfi x. Yəni moduldan x mənfi çıxarmadım. Şərtdə verilən x kiçikdir 0 qiymətini modulun ifadənin qarşısına əlavə etdik. Və yaxud da şərt verib ki, m kiçikdir n. Bu zaman yazıram ki, modulda m çıx n bərabərdir n minus m-ə. Və yaxud da modulda kökdə 3 çıx 2 bərabərdir 2 çıxılsın kökdə 3-ə. Yəni niyə? Kökdə 3 çıx 2. 2 nə deməkdir? Kökdə 4. Kökdə 3-dən kökdə 2 çıxsam, alıram mənfi. Modulda mənfi çıxmaz, ona görə yerlərini dəyişdim. Necə dəyişdim? Bəs ona baxaq. Kökdə 3 çıxılsın 2-ni verib bizə modulda bərabər. Şərtə görə qarşıya mənfi atmalıydım. Bu mənfini atıram qarşıya. Yazıram mənfi mötərizə kökdə 3 çıxılsın 2. Qarşıdakı mənfi neyinir? İşarələr əksinə dəyişir. Yəni olur mənfi kökdə 3 üstəgəl 2. Toplananların yerini dəyişində cəm dəyişmədiyinə görə 2 çıxılsın kökdə 3 yaza bilərəm. Bu da nə deməkdir? Moduldakı ifadənin əksi şəklində başa düşülür. Modulun xassələrinə baxaq. Modulun xassələri birinci. Tutaq ki, modulda x vurulsun y şəklində bir ifadə veribsə, bu ilə modulda x vurulsun modulda y-a bərabərdir. Məsələn, modulda 3 vurulsun 5 ilə bərabərdir modulda 3 vurulsun modulda 5-ə. Hər ikisinin qiyməti müsbət 15 olacaq. İkinci xassə. Modulda x bölünsün y elə bərabərdir modul x bölünsün modulda y-a. Sadəcə olaraq y sıfırdan fərqli olmalıdır. O da niyə görə? Məxrəcdə olduğuna görə. Misala baxsaq,
-2 bölünsün 3 moduldadır. Bərabərdir -2 bölünsün müsbət 3-ə. Qiymətlər eyni olmuş olacaq. Üçüncü, modul x bərabərdir. Modulda -x-a. Niyə görə? Ta ki, modulda 4 bərabərdir. Modulda -4. Hər ikisinin qiyməti müsbət 4 olaraq çıxacaq. Daha sonra modulda x minus y bərabərdir. Modulda y minus x yerlərini dəyişsək də cavab müsbət olaraq eyni olaraq qalacaq. Yəni, ta ki, modulda 7 çıxılsın 3-ün qiyməti ilə modulda 3 çıxılsın 7-nin qiyməti elə bir-birinə bərabərdir. Başqa bir xassəyə baxaq. X üstəgəl y moduldadırsa bu cəm hər zaman ayrı-ayrılıqda cəmlərdən kiçik bərabər olur və yaxud da modulda x minus y hər zaman böyük bərabər olur. Modulda x çıxılsın modulda y-dan. Misal nümunəsinə baxsaq əgər, ta ki, modulda -5 üstəgəl 10 hər zaman kiçik bərabərdir. Modulda -5 üstəgəlinsin modulda 10-dan. Çünki birinci ifadənin qiyməti bizə verəcək 5, ikinci ifadənin qiyməti bizə verəcək 15. Buna görə. İkincidə, ta ki, 3 çıxılsın 5, modulda 3 çıx 5, hər zaman böyük bərabərdir. Modulda 3 çıxılsın modulda 5-dən. Çünki birinci ifadənin qiyməti bizə verir. 3-dən 5 çıxıram. -2 modulda müsbət 2 çıxır. Modul 3 3-dür. 3-dən 5 çıxıram. Nə olur? -2. Buna görə deyirik ki, fərqin modulu modullar fərqindən hər zaman böyük və ona bərabər ola bilər. Keçək həqiqi üslü qüvvətə. Həqiqi üslü qüvvət m bölünsün n daxildir r, yəni həqiqi ədədlər olduqda a üstündə n-də m ifadəsi a-nın həqiqi üslü qüvvəti adlanır. Burada n-də m mümkün ixtisardan sonra müsbət ədəd olarsa, yəni a böyük bərabərdir 0 olur. Əgər n-də m kiçikdir 0 olarsa, bu zaman deyirik ki, a özü 0-dan böyükdür. 0-ın yalnız müsbət üslü qüvvətinə baxılır. Yəni 0 üstündə n-də m varsa, bu 0-a bərabər. Hansı halda? Qüvvət 0-dan böyük olduğu halda. Mənfi ədədin kəsir üslü qüvvətinə baxılmır. Daha sonra həqiqi üslü qüvvətlərin müqayisəsinə baxaq. Birinci, a üstü m və a üstü n ifadələrinin müqayisəsinə baxırıq indi. Birinci qayda. Əgər a böyükdür 0 olduqda, əsas da, yəni əsasımız a, birdən böyük olduqda, qüvvəti böyük olan ədəd böyük, kiçik olan ədəd kiçik olur. Yəni, a üstündə m böyükdür a üstündə n, nə zaman? Qüvvətlər də böyük olduğu zaman. Məsələn, misal nümunəsinə baxaq. Kökdə 5 çıxılsın 1 üstü m, hər zaman böyükdür. Kökdə 5 çıx 1 üstü n-dən. Nə vaxt, hansı vaxt m böyükdür n olduğu vaxtda. İkinci şərt. A 0-dan böyük olur, 1-dən kiçik olur. Yəni 1 ilə 0 arasında yerləşir, müsbətdir, amma 1-dən kiçikdir. Yəni 1-dən kiçik müsbət ədədlər. 0,5, 0,4 və s. kimi qiymətlər ala bilər. Bu zaman a üstündə m böyük olur a üstü n. O zaman ki, m özü n-dən kiçik olandır. Yəni qüvvəti böyük olan kiçik, qüvvəti kiçik olan isə böyük ədəd olur. Məsələn, 3-də 1 üstü ki, m böyükdür 3-də 1 üstü n-dən. Hansı halda? M özü n-dən kiçik olduğu halda. Bu şəkildə müqayisələri edə bilərik. Baxaq qüvvət düsturlarına. A üstü n vur A üstündə m. Birinci baxaq qüvvət nədir? Biz bilirik ki, hər biri A-ya bərabər olan
n sayda toplananın cəmi, tutaq ki, a üstəgəl nöqtələr, üstəgəl a şəklində n sayı toplanan veribsə, burada a'ların sayı n saydadırsa, biz bunu n vurulsun a şəklində yaza bilərik. Qüvvət isə n sayda vuruğun hasili verilibsə bizə, tutaq ki, a'lardır, n saydadır. Bu zaman biz bunu a üstündə n şəklində qeyd edirik. Buna deyilir a'nın natural üslü qüvvəti. Burada a'ya deyirik qüvvətin əsası, n isə deyirik qüvvətin dərəcəsi və yaxud da üstü. Qüvvətin qiymətinin tapılmasına deyilir qüvvətə yüksəltmə əməli. Qüvvətə yüksəltmə əməli 3-cü pillə əməlidir. Əgər ifadədə mötərizə yoxdursa, ilk öncə qüvvətə yüksəltmə əməli yerinə yetirilir. Daha sonra ikinci pillə əməlləri olan vurma, bölmə və daha sonra birinci pillə əməli olan toplama və çıxma yerinə yetirilir. İndi baxaq bəzi qüvvətlərin tapılmasına ilk öncə. Tutaq ki, bizə verilib əsas və onun qüvvəti. Qüvvət əgər cüt ədəd olarsa, tutaq ki, qüvvət cütdür. Ədədi mənfidir, -3. Qüvvətində var 2. Mötərizə varsa, bu zaman bu ifadənin qiyməti olur müsbət. Yəni, müsbət 9 şəklində. Yox, əgər mötərizə yoxdursa, tutaq ki, -3 üstü 2. Bu zaman mənfi yerində qalır. Biz 3-ü qüvvətə yüksəldirik. Cavab olur -9. Bu cüt dərəcədən olan haldır. Tək dərəcədən olanda isə, tutaq ki, -2-nin kubuna baxıram. Tək dərəcədən mənfi heç bir əlaqəsi yoxdur. Mənfi olduğu kimi yerində qalır. Olur cavab -8 və yaxud da mötərizə yoxdursa da yenə cavab olur -8. Qüvvət üsturlarına baxırıq. Əsaslar eyni, qüvvətlər fərqlidir. A üstü n vurulsun A üstü m. Bu zaman əsas olduğu kimi qalır. Qüvvətləri qüvvətdə toplayırıq. İkinci, A üstü n, bir də qüvvətdə bir də təkrar m var. Yəni, A üstü n-i qüvvətə yüksəldiblər. Bu zaman yenə əsas olduğu kimi qalır. Qüvvətləri qüvvətdə bir-birinə vururuq. A üstü n bölünsün A üstü m. Əsaslar eynidir, qüvvətlər fərqli bölünüb. Bu zaman əsas olduğu kimi qalır. Qüvvətləri qüvvətdə çıxıram. A üstü 0 hər zaman 1-ə bərabərdir. A üstü 1 ədədin özünə bərabərdir. A vurulsun B üstü n. Bu zaman bunu A üstü n vurulsun B üstü n şəklində ayrı-ayrılıqda yaza bilərəm. B-də A üstü n-i A üstü n bölünsün B üstü n şəklində yaza bilərəm. Sadəcə B məxrəcdə olduğuna görə 0-dan fərqli olmalıdır. A üstü mənfi n isə 1 bölünsün A üstündə n-ə bərabərdir. Yəni, B-də A üstü mənfi n, A-da B üstündə n şəklində yaza bilərik. Misal nümunələrinə baxaq. Tutaq ki, 3 üstündə 2 vurulsun 3 üstündə 4. Biz bunu 3 üstündə 6 kimi yazırıq. Və yaxud da 2-nin kvadratı, bir də üzərində 3. Bunu da yazırıq 2 üstündə 3 vur 2, 6. Və yaxud da 3 üstü 4 bölünsün 3 üstündə 1. Bunu yazırıq 3 üstündə 3 şəklində. 4-dən 1 çıxırıq. 5 üstü 0. Hər zaman 1-ə bərabərdir. 6 üstündə 1 bərabərdir elə 6-ya. Daha sonra 2 vurulsun 3 üstündə 4. Bunu yazırıq 2 üstü 4 vurulsun 3 üstündə 4 şəklində. Digərlərində eyni qaydada yazıb hesablaya bilərik. Ədədin əksi və tərsi. Yalnız işarəsinə görə fərqlənən ədədlərə əks ədədlər deyilir. Əks ədədlər ədəd oxunda başlanğıc nöqtədən, yəni 0-dan eyni məsafədə yerləşirlər. Tutaq ki, 0 nöqtəsi qeyd olunub, 5 ədədi götürmüşəmsə burada 5 vahid məsafədə yerləşir. Bax, 5 vahid sağda. Digər ədəddə 5 vahid solda yerləşir. Bu ədəddə olur -5. Belə ədədlərə deyilir əks ədədlər. Əks ədədlərin cəmi hər zaman 0-a bərabərdir. Məsələn, -5 üstə gəlin sin 5 bərabərdir 0 olur. Və yaxud -a üstə gəl a bərabərdir 0-dır. Əks ədədlərin cəmi 0-a bərabərdir. Əks ədədlərə aid bəzi nümunələrə baxaq. Tutaq ki, 2 əksi olacaq -2. X çıx y
əksi olur, y çıxılsın x şəklində. Kökdə 2 çıxılsın 1, əksi olur 1 çıx kök altında 2 və say şəklində əks ədədləri qeyd edə bilərik. Ədədin tərsi. Hasili 1-ə, yalnız müsbət 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Tutaq ki, ədəd verilib 1, 1-in tərsi elə 1-ə bərabərdir. 2, 2-nin tərsi 2-də 1-ə bərabərdir. Mənfi 3-də 4-ün tərsi mənfi 4-də 3-ə bərabərdir. Demək, baxırıq tam və kəsir hissədəki qiymətlərə. Tam hissə işarə olunur dedik. Bu şəkildə mötərizənin şəklində böyük mötərizələrlə. Kəsir hissə isə çoxluq mötərizəsi ilə qeyd olunur. Məsələn, 3,2 necə oldu? 3 oldu. Tam hissə 0,2 kəsir hissə. 5 ədədinin tam hissəsi ilə 5-dir, kəsir hissəsi 0-dır. 0,4-ün tam hissəsi 0-dır, kəsir hissə 0,4-dür. Mənfi ədədlərdə dedik ki, 1 vahid. Soldakını götürürəm. Yəni, mənfi 7,6-ın tam hissəsi mənfi 8-dir, kəsir hissəsi isə 0,4. Mənfi 3,2-nin tam hissəsi mənfi 4-dür, kəsir hissəsi 0,8-dir. Dedik ki, ədəd oxunda ədədlə tam hissə arasındakı məsafə kəsir hissəyə bərabərdir. Bu şəkildə verilən kimi. Tutaq ki, 0,4 ədədi verilib, onun tam hissəsi 0-dır. Kəsir hissə isə ilə 0,4-ün özünə bərabər olmuş olur. Baxaq ədədi ortaya. Ədədi orta verilmiş ədədlərin ədədi ortasını taparkən verilmiş ədədlərin cəmini onların sayına bölməklə alınır. Tutaq ki, ədədlər verilib bizə A1, A2, A3 və sair AN. N sayda ədəd var. Bu zaman biz ədədləri toplayırıq. Bölürük sayına. Yenə bu olur ədədi orta. Məsələn, 3 dənə ədəd veribsə bizə, ədədi ortanı taparkən həmin ədədləri toplayırıq, bölürük sayına, yəni 3-ə. 5 dənə ədəd verilibsə, toplayırıq həmin ədədləri, bölürük sayına. Bu şəkildə ədədi ortanı hesablaya bilərik. Moda, median, ən böyük fərq. Moda verilmiş ədədlər sırasında ən çox təkrarlanan ədəd və yaxud da ədədlərdir. Tutaq ki, bizə sıra verilib 2, 4, 6, 5, 8, 9, 6, 12, 15. Baxıram təkrarlanan ədədlərə. Hansılar təkrarlanan ədədlər? 6. Deməli, burada moda 6-ya bərabərdir. Median. Median statistik orta deməkdir. Yəni, median tapmaq üçün verilmiş ədədlər artan sıra ilə düzülür. Təkrarlanan ədədlər varsa, onlar da düzürük. Bu zaman ədədlər tək saydadırsa, ardıcıllığın ortadakı ədədi mediandır. Əgər ədədlər cüt saydadırsa, ortadakı iki ədədin ədədi ortası medianı göstərir. Məsələn, baxaq, tutaq ki, ədədlər verib bizə 5, tutaq ki, 5, bu şəkildə ədədlər verib. İlk öncə ədədləri artan sıra ilə düzürəm. Ortadakı ədədi tapıram. Ortadakı ədədi tapmaq üçün sağdan və soldan ədədləri silmək kifayət edir. Burada ortadakı ədəd hansıdır? 5. Demək, median 5-ə bərabərdir. Və yaxud cüt sayda ədədlərimiz.
İlk öncə ədədləri ardıcıllıqla düzək. Kiçikdən böyük artan sırayla. Sonra ortadakı ədədləri tapaq. Orada 2 dənə ədəd qaldı. 4 və 5. Neyinirik? 4 ilə 5-i toplayırıq. Bölürük sayını. 4 üstə gəl 5, 9'dur. Yarısı olacaq 4,5. Demək buradan çıxır ki, median 4,5'dir. Bu şəkildə tapa bilərik. Ən böyük fərq verilmiş ədədlər sırasındakı ən böyük ədədlə ən kiçik ədədin fərqinə deyilir. Məsələn, ədədlər verilib bizə. Baxıram ki, ən böyük ədədimiz hansıdır? 16. Ən kiçik ədəd hansıdır? 2. Fərq neçə olacaq? 14. Demək, buradan tapırıq ki, ən böyük fərqimiz bərabər olur 10 dərdə. Mütləq xəta, nisbi xəta. Statistik hesablamalar zamanı bu və ya digər hesab xətaları ortaya çıxır. Bu cür xətaları qiymətləndirmək üçün mütləq və nisbi xəta anlayışından istifadə olunur. Mütləq xəta kəmiyyətin dəqiq qiyməti ilə təqribi qiymətinin fərqinin modulu qiymətin mütləq xətası adlanır. Yəni, mütləq xətanı taparkən bərabərdir dəqiq qiymətdən çıxırıq təqribi qiyməti. Mütləq xəta işarə olunur delta ilə. Tutaq ki, misal baxaq. Mütləq xəta kəmiyyətin həqiqi qiymətinin ölçmələr nəticəsində alınan təqribi qiymətindən nə qədər fərqləndiyini göstərir. Tutaq ki, verib A təqribən bərabərdir B olarsa, kəmiyyətin dəqiq qiyməti üçün yazırıq ki, modulda A çıxılsın B kiçikdir A-dan, o da kiçikdir A üstə gəlinsin B-dən. Bu iki qat bərabərsliyi ödənir. Yəni, A-da 0-dan böyük götürmək şərti ilə. Baxaq misala. Tutaq ki, 5,8 ədədidir. Tam hissəni tapıram. 5'dir. Mütləq xəta neçə olur? 5,8 çıx 5, 0,8'ə. Bu 0,8 artıq burada olur mütləq xəta. Və yaxud mütləq xəta necə hesablayıram? 5,8'i təkliyə qədər yuvarlaqlaşdırıram. Təkliyə qədər yuvarlaqlaşdıranda alıram cavab 6. 6'dan çıxıram 5,8'i, alıram 0,2. Burada olmuş olur bizim mütləq xətamız. Nisbi xəta. Nisbi xəta mütləq xəta bölünsün modulda təqribi qiymətə bərabərdir. Bəzən nisbi xəta faizlə göstərilir. Bu zaman sadəcə olaraq bunu nisbi xəta faizlə verilirsə 100%-ə vura bilərik. Məsələn, 4,14 ədədidir. Bu ədədi 1/10'ə qədər yuvarlaqlaşdırıram. Alıram cavabı 4,1. Yuvarlaqlaşdırandan sonra nisbi xətanı istəyir. Bu zaman ilk öncə mütləq xətanı tapıram. Mütləq xəta bərabərdir. İlkin qiymət, yəni 4,14 çıxılsın təqribi qiymət, yuvarlaqlaşdırdığımız yəni 4,1 bərabər olur 0,4'ə. Nisbi xətanı taparkən isə mütləq xətanı 0,4 bölürük təqribi qiymətə, yəni 4,1'ə. O da bərabər olur 2 bölünsün 205 şəklində alırıq. Faizlə istəsəydik 100%-ə vuracaqdıq burada ədədimizi. Keçək ədədin standart şəkli. Ədədin standart şəkli
R bərabərdir A vurulsun 10 üstündə N düsturu ilə göstərilir. N şəklində göstərilir. Burada R ədədin standart şəkli, A qiymətli hissə, A hər zaman böyük bərabərdir 1 və kiçikdir 10 şərtini ödəməlidir. N isə ədədin tərtibidir. Və N hər zaman tam ədədlərə daxil olur. Tam ədəddir N. Tutaq ki, misal nümunəsinə baxaq. Bizə verilib ədəd 324.000. Bu ədədi standart şəklə gətirin deyir. Bu ədədi standart şəklə gətirərkən ilk öncə yazıram. 324 vurulsun 1000 nə deməkdir? 10 üstündə 3. Baxıram ki, buradakı A ədədi, yəni qiymətli hissə 324 1-dən çox böyükdür. Yəni 10-dan da böyükdür. Mən bunu 1 və 10 arasında yazmalıyam. Buna görə bölürəm 100-ə, yazıram 3,24. 100-ə böldüm axı. 100 neçə sıfır var? 2 dənə. Həmin 2 dənə sıfırı gətirib atıram onun üzərinə, yəni tərtibə. Bu zaman qiymətli hissə 3,24 olur. Tərtib hissə olur 5. Başqa bir misala baxaq. Tutaq ki, belə bir ədəd var. 0,1 milyonda 362. Bu ədədi də standart şəklə gətirmək üçün tərtib yenə 1 ilə 10 arasında olmalıdır. Bunu da bölürəm 10.000-ə. Yazıram 3,62 vurulsun 10 üstündə 10.000-ə böldüm deyə 10.000 2-dən 0 var 4 dənə. Yazıram 10 üstündə -4. Qiymətli isə 3,62 olur. Tərtib isə -4-ə bərabər olmuş olur.